Salam dostlar, necəsiz? Bugün bir yerdə Div Akademinin ilk qeydiyyatına gedirik. Dərs günü deyil bugün və yenə mən hazırlaşmışam. Bir neçə ay əvvəl Instagramda paylaşmışdım Div Akademi haqqında bir story və orada bir neçə nəfər məndən yenə soruşmuşdu ki, necə oldu, qəbul oldu. Eyni zamanda LinkedIn-də də paylaşmışam. LinkedIn-dən də məni izləyə bilərsiniz. Mənə bir neçə sual gəldi ki, necə oldu ki, qəbul oldun, bu nə təqaüd proqramıdır və s. və ilə axır. Bəli, bu təqaüd proqramıdır. Gələcək yazanlar təqaüd proqramı. Bilmirəm, bəlkə də bir çoxunuz bilirsiniz ya yox. Burada səhv etmirəmsə, artıq unutmuşam. 70 ya da 60% qədər maksimum təqaüd verilir və 40% də düşə bilərsiniz. Səhv etmirəmsə, belə 40, 60, 70 mi, yoxsa 30, 40, 60 mı? Dəqiq bilmirəm, bura yazaram. Baxıb dəqiq bura yazaram. Belə bir təqaüdlər verilir. 100% təqaüdü almaq üçünsə, orada müəyyən bir kateqoriyalar var. Ora aid olmalısınız. Yəni, şəhid övladlarına və yaxud da ki, müəyyən qrup insanlara 100%, yəni tam təmənnasız təqaüd verilir və məncə çox gözəl bir təşəbbüsdür. Eyni zamanda bu Kontaktomla Div Akademinin əməkdaşlığı ilə həyata keçirilir. Yəni, biz hal-hazırda gələcəyi yazanlar təqaüd proqramının ikinci dalğası olaraq adlanırıq, səhv etmirəmsə. İkinci, gələcəyi yazanlar 2 bəyə gedir. Amma mənə başqa yerdən bir mesaj da gəlmişdi. Orada ikinci dalğa yazılmışdı, səhv etmirəmsə. Xeyr, mənimsə yadımda ikinci dalğa olaraq qaldı. Nəysə, ola bilər başqa yerdə hadisə görmüşəm. Mən yayda qəbul olmuşdum. Bəs deyəcəksiniz ki, niyə indi gedirsiniz? Mən yayda qəbul olan zaman mənə 2 seçim verilmişdi. Ya oktyabrda başlayacaqdım, ya da avqustda başlayacaqdım. Mən isti havaları çox sevmirəm. Hətta mənim yaya qarşı allergiyam var. İsti havalarda özümü çox pis hiss elədiyim üçün və həm iş, həm kurs çatdıra bilməyəcəyim üçün mən oktyabrı seçdim. Dostum yayda başladı və onun da dediyinə görə çox mükəmməl bir ortamda indi gedib özümüz görəcəyik və çalışacağım ki, dərsləri falan da vloqluyum. Mən həmişə universitet vaxtı istəmişəm YouTube kanalım olsun, aça bilməmişəm heç cür və dərs vaxtını, yəni belə University Life vloglamaq mənə daha belə xoş gəlir. Ona görə University Life olması da məncə maraqlı olacaq. Mən hazıram. Saat 9:30-da olmalıyam Nizami Kino mərkəzində və dostlar. Amma məncə 9:30 yazıblar çünki saat 10-da başlayır tədbir və insanların gecikəcəyini bilirlər. Çünki mən həmişə Isaac'da olan vaxtda elə eləyirdilər və biz özümüz də artıq daha daxili komanda olan zaman insanların tədbirə gəlməsi üçün elə edirdik və çox yerdə elə edildiyini düşünürəm. Ancaq gecikdiyimi düşünmürəm. Amma məncə yavaşdan çıxaq. Belə, orada görüşərik. Ümid edirəm sizə gözəl-gözəl görüntülər, vizuallar, gözəl şeylər çəkə bilərəm. Bay bay. Sizə təşəkkür edirəm ki, hər biriniz çoxlu mərhələlərdən keçib, müraciət, imtahan, intervyu, çoxlu mərhələlərdən keçib gəlib bu stollarda əyləşə bilmişsiniz. Çünki bilirəm ki, asan deyildi. Sizin bəlkə xəbəriniz yox idi, amma siz hər dəfə imtahana, intervyulara gələndə sizin o kənardan stresli baxışlarınız olacaqmı, olmayacaqmı? Dostlarımın gələcəyi yazanlar layihəsi Kontakt şirkətinin sponsorluğu ilə həyata keçirilir. Ora müəllim və mentorlarımıza təşəkkür eləmək istəyirəm ki, onlar da bugün bizimlədir və sizin tədris müddətinizdə sizin yanınızda olacaqlar. Dostlar, bilirəm ki, bugün sizin üçün çox özəl gündür, amma bizim üçün daha özəl gündür. Çünki bugün artıq bəziləriniz tədrisə başlayıb, bəziləriniz bu həftə, bəziləriniz növbəti həftə tədrisə başlayacaqsınız və bəlkə 3 ay, 6 ay, 12 ay sonra hər birinizin həyatı tamamilə dəyişəcək. Təsəvvür edin ki, əvvəllər hansısa bir uğurunuzda sadəcə dostlarınız və ailəniz sevinirdisə, indi atdığınız hər addımda sizin üçün sevinən bir Div Akademiya komandası olacaq. Yenə sizin xəbəriniz olmadan LinkedIn-də hər birinizi izləyirik və ona görə daimi olaraq uğurlarınızı görmək istəyirik. Div Akademiyaya gələn hər bir tələbənin fərqli hekayəsi olur. Bizim 4 ildə gördüyümüz qədərilə bəzi tələbələr ümumiyyətləri yox, həm də soft skillslər, HR-larla görüşlər, digər şirkətlərdə intervyular necə aparılır, simulasiya intervyuların keçirilməsi, bunların hər birini daimi olaraq iştirak edəcəksiniz
və məqsədimiz siz tədris müddətini bitirəndə təkcə texniki biliklər yox, CV-niz, LinkedIn profiliniz, bir şirkətə gedəndə sizə hansı suallar verirlər, bu sualların cavablarını öyrənərək hər bir cəhətdən 360 dərəcə hazır olub getməyinizdir. Əlavə olaraq təkcə öyrənməyəcəyik, bunun paralelində bizim maraqlı günlərimiz olacaq. Necə ki, bugün biz bayramlarda, şənliklərdə, özəl günlərdə toplaşacağıq və gələcəyə yazanlar olaraq hər birini sizinlə bərabər qeyd edəcəyik. İndi isə mən bir qədər rəqəmlərə keçmək istəyirəm. Mən keçmək istəyirəm ki, ölkənin ən böyük 3 akademiyasından biridir. Hal-hazırda bizim 3000-ə yaxın tələbə və məzunumuz var. 3 filialda fəaliyyət göstərilir. 7-24 fəaliyyət göstərən ölkədə yeganə akademiya. Yəni siz nəinki dərs saatlarınızda, dərsiniz olmayan günlərdə də, həftə sonları, hətta gecə saat 2-də də gəlib əyləşib akademiyada işləyə bilərsiniz. Kameralardan dəfələrlə şahidi olmuşuq ki, bəzən qruplar gecə saat 2-yə, 3-ə kimi qalır, hətta pizza və sair zakaz edir, oturur və bütün gecəni işləyirlər. Bu sizin üçün sərbəstdir. Siz nə qədər akademiyada vaxt keçirmək istəsəniz, o qədər vaxt keçirə bilərsiniz. Proqramı çərçivəsində bildiyiniz kimi tələbələr 60%, 40% və həssas əhali kateqoriyasına daxil olan şəhid ailələri, valideynlərini itirmiş şəxslər, valideynində əlilliyi olan şəxslər və s. tamamilə ödənişsiz şəkildə akademiyada təhsil ala bilirlər. Və rəqəmlər necə oldu? Biz bu dalğada, gələcək yazanlarda 22.000 müraciət qəbul elədik. Bəlkə də siz bilmirsiniz ki, burada seçilən 1000 nəfər 22.000 nəfərdən seçilən 1000 nəfərdir. 22.000 müraciət, 9.000 lidlə çalışdıq və ən sonda 50 nəfər həssas əhalidən seçildi. 1000 nəfər isə 3 mərhələdən keçərək akademiyada təhsilini başlatdılar. Bu rəqəmləri nəyə görə sizə göstərirəm? Ola bilsin ki, hal-hazırda nəyəsə motivasiyanız yoxdur. Bu sizə motivasiya ola bilər ki, siz yoldan keçən bir nəfər deyilsiniz. Siz 22.000 nəfər arasından imtahan və intervyu mərhələsini uğurlu tamamlayan 1000 nəfərsiniz. İndi yarınız buradayıq. Hətta sizdən sonra bu tədbir bitəcək. Bəlkə artıq qrup yoldaşlarınızdan eşitmişsiniz. Bir bu qədər insan da ikinci növbədə. Həqiqətən çox xoşdur mənim üçün. Belə gənc, maraqlı, oxuyub inkişaf eləmək olan auditoriyanın qarşısında çıxış etmək həqiqətən maraqlı bir hissdir. Mən əlbəttə ki, ilk növbədə Div Akademiyaya təşəkkürümü bildirmək istəyirəm. Biz onlarla əməkdaşlığımızdan olduqca şadıq və çox gözəldir ki, bizdə belə bir əməkdaşlıq alınır. Məktəb tətilə getdi və yayda məktəbin pəncərəsini sındırdılar, kompüterləri oğurladılar. O giydirmə kompüterlər kimə lazım idi mən bilmirəm. Onu oğurlayanlar necə oğurlayıblar, onları neyiblər, onu da bilmirəm. Amma xeyirlisi, bunun da faydası oldu. Niyə? Çünki gələn il bizdə, necə deyərlər, otağın təhlükəsizliyini artıraraq orada dəmir qapı qoyublar, dəmir nə bilim şeylər qoyublar pəncərələrə və s. və alıblar artıq Yapon kompüterləri. Hərçənd onların da yaddaşı yox idi. Amma ən azından əgər əvvəlkilərin ekranı ağqaraydısa, bunların ekranı yaşıl qaraydı. Yəni belə bir inkişaf var idi. Bir də ki, müəllim kompüteri var idi, onun monitoru ümumiyyətlə rəngli idi və onun hətta yaddaş qurğusu belə var idi. Neysə. Birinci məktəb illərim ötdü, keçdi. Dövrün tələbi ilə uyğunlaşmaya çalışan bir fərdsiniz. İndi mənim də sualım odur ki, yaxşı bizlər olaraq, tələbə olaraq dövrün tələbi ilə necə uyğunlaşa bilərik? Təşəkkür ederim. Valla siz dövrün tələbi ilə necə uyğunlaşmaya bilərsiniz, o daha çətindir. Yəni siz bu dövrün adamısınız, bu da sizin dövrünüzdür. Yəni əlinizdə mobil telefonla doğulmuş uşaqlarsınız. Yəni biz yaşadığımız vaxtda, bizim vaxtımızda mobil telefon yox idi, kompüter yox idi, internet yox idi. Biz o vaxtı arzu elədiyimizə indi çatmışıq. Onun üçün yəni uyğunlaşırıq, çünki onun xəyali ilə yaşayırdıq da, yəni gəldi çıxdı istifadə elə. Yəni mənim üçün şəxsən budur. Mən proqramlaşdırma ilə məşğul olmağa başladım 86-cı ildə, 1986-cı ildə, yəni keçmiş əsrdə. Neçə il bundan qabaq? 40 il bundan qabaq. O vaxtda kompüter yox idi. Amma proqramlaşdırma ilə məşğul oluruq. İndi kompüter var, niyə bundan istifadə eləməyim ki? Yəni sizin üçün bu sual olmamalıdır yəqin ki, yəni kompüter var, telefon var, internet var, WhatsApp var, Telegram var, nə bilim. Başqa sual, Telegramdan niyə istifadə eləmirsiniz? Və ya ChatGPT-dən niyə effektiv bir şəkildə istifadə eləmirsiniz? Və ya nə bilim, bilmirəm. Yəni bu dəqiqə sizin əlinizdə
Hər cür imkan var. Onlayn təhsil imkanı, ondan sonra xarici kurslar, ondan sonra bir sürü dokumentasiya, hər cür proqramlar. Nə istəyirsiniz var da istifadə eləyin də. İstifadə eləməmək cinayətdir. İstifadə eləmək normal bir şeydir. Məncə. Salam, çox sağ olun. Nitqinizə görə çox maraqlı idi. Mənim sualım, nitqinizdən də anladığım qədərilə çox pozitiv insansınız. Daim müsbət nöqtəni görməyi bacarırsınız. Və bir sıra iş yerindən də ayrıldığınızda daim başqa yerlərə getməyi bacarırsınız. Amma elə bir an və ya elə bir hal olubmu ki, demişsiniz ki, kaş ki bu anlardı, kaş ki mən burada olardım. Yəqin ki, nə bilim, bilmirəm. Ya bilirsiniz necə, mən bunu deyə bilərəm ki, mən yaşadığım heç bir günə belə peşman deyiləm. Yəni, bir çox qərar almışam, ola bilsin ki, bir çox səhv qərar almışam, amma hal-hazırda, yəni ki, eləsin. Mən pozitiv insan deyiləm, mən çox negativ insanım, mən bütün hər şeydə negativi görən insanım. Amma bunun müəyyən bir səbəbi var və mənə görə. Birincisi, bilirsiniz nədir? Məsəl üçün də istifadə edirsiniz də, yəni ki, LinkedIn-dən və nə bilim, Instagram-dan və hansısa post elədiyiniz vaxtı ki, bəs nə bilim, mən filan bir layihə başlamışam, nə bilim, zəhləm gedir mən belə postlardan. Yəni, başlamışsam gözüm aydın. Yəni, bunun müəyyən bir nəticəyə çıxart ki, ondan sonra paylaş ki, uğurum budur. Başlamışam, o uğur deyil. Və cəmaat başlayır, gözün aydın, nə bilim, təbrik edirik, əhsən, bravo, nə bilim, nə, filan feşməkən və s. və daxil. Yəni, mən başladığım şeyə baxıram və görürəm ki, burada filan şey eksikdir, burada filan şey eksikdir, filan feşməkən girirəm və yəni bir palas boyda şey yazıram ki, bu pisdir, bu zaydır, bu, nə bilim, heç bir şey yaramır, bu çox məhvil lazımsızdır və s. və daxil. İlk ondan sonra başlayırlar, siz çox agresivsiz, çox pessimistsiz, nə bilim, nə filan feşməkən, amma əslində doğrunu yazan bir dənə mənim. Niyə? Çünki bu təbriklər, əhsən, nə bilim, sükanı belə saxla, nə bilim, filan feşməkən və s. onun heç bir faydası yoxdur. Adamı boşu-boşuna qolduqlarından necə qarpız verir. Nəticədə adam elə bilir ki, mən zoram, hər şeyi düzgün eləyirəm, amma yəni ki, bir vaqon problem var, onun üçün onun layihəsi batır. Tamam mı? Onun əvəzində, misal üçün, mənim yazdıqlarım mənfilərinə diqqət eləsəydi, onu yaxşılaşdırsaydı, yəni ola bilsin ki, oradan nəsə qəşəng bir şey alına bilərdi. Okay? İndi gəlirik bu məqama ki, məsəl üçün, elədiyim səhvlərin hansı faydası var. Mən o qədər startup indiyənəcən eləmişəm və o qədərini batırmışam ki, hal-hazırda çox gözəl bildiyim şeylər var. Bu hərəkət batmasına səbəb olur. Onları eləmək olmaz. Yəni, elə bir şey eləmək lazımdır ki, onlardan olmasın. Aydındır mı? Bu mənə, bunun adı experience-dir. Bu mənə təcrübə verir. Mən oldum ağsaqqal, təcrübəli insan. Startup eləmək istəsəniz, məndən sizə məsləhət. Gəlin yanıma söhbət edək. Ola bilsin ki, sizə bir çox mənfi şey söyləyəcəm, amma onları nəzərə alıb müsbətlərə çevirsəniz, o zaman startupın uğurlu olma ehtimalı qat-qat artır. Beləncidir. Son sual, fürsət o fürsət. Təcrübələrinizi bizə ötürdüyünüz üçün. Mənim sualım budur ki, əgər geriyə dönsəniz, nəyi dəyişmək və nəyi fərqli etmək istərdiniz? Bizə hansı tövsiyəni verərdiniz? Cinsiyyətimi dəyişdirərdim, qız olardım. Eyləşin. Xanımların həqiqətən də bir sürü şeyləri var, plusları var. Yəni ki, plus deyəndə advantajı var. Okeymi? O advantajlardan, avantajlarınızdan çox gözəl bir şəkildə istifadə edin. Onlardan istifadə eləsəniz, sizin buradakı olanların hamısından daha bacarıqlı, daha uğurlu olma ehtimalınız çox yüksəkdir. Yəni, bizə sadəcə o qalır ki, biz oturaq deyək ki, kaş qız olsaydı. Neysə, yox, qız olmaq da istəmirəm, heç nəyi dəyişdirməzdim. Yəni, bayaq dediyim kimi, heç bir günə görə peşman deyiləm. Yəni, hər şey belədir. Özlə, siz də heç vaxt peşman olmayın millət. Çünki insan həyatı boyunca bir qərarı alırsa, hamımız müəyyən vaxtda müəyyən bir qərar almaq məcburiyyətində qalır. Gedimmi, getməyimmi, qalınmı, bunu mu seçim, onu mu seçim, filan seçmək. Yəni, elədiyiniz seçim o anda, o
çevrədə o an üçün aldığınız ən düzgün qərardır. Daha sonra fikirləşdiyiniz vaxtda artıq şərtlər dəyişib, zaman ötüb, mühit dəyişib. Onun üçün daha yaxşı qərar bu olardı deyə fikirləşdiyiniz sonraki vaxt üçün keçərlidir. Amma o anda aldığınız ən düzgün qərar odur. Onun üçün heç vaxtı, heç bir qərarınıza görə, heç vaxtı peşman olmayın. Bugün buradasınızsa, yəni Divin Gələcəyi Yazanlar proqramına qatılmağa qərar vermişsinizsə, bu sizin həyatınızın ən düzgün qərarıdır. Ama çok... Deməli dostlar, burada yeni bir dost edindim. Nərmindir. Nə düşünürsən Nərmin? Buna qatılmaq mənim üçün həm böyük uğurdur, həm də yeni dostluqlar başlanğıcıdır. Əlbəttə ki, yeni başlayan gündə də yeni dostlar tanıdım, yeni tanışlarım oldu. Ona görə çox xoşbəxtəm və hər bir tələbəyə müəllimsədə də uğurlar arzusu edirəm. Həmçinin sizə də. Çox sağ ol. Çox sağ ol. Adım deyirəm. Sahən nə idi səndə? IT biznes olaraq çıxardı. Uşaqlar oxuyur, heç nə. Adın necə oldu? Nilüfer. Nilüfer. O yediyin nədir? Məncə puding. Bilmirik nə olduğunu. Puding. Şikartı şeylərə bayılıram. Buradan da göründüğü üzere. Atom testi, ilk test etmişim zaten. O kadar. Azərbaycan sevgisi. Necədir? Beğenildim. 10 üzərindən neçə verərsən? Bence şokolatı o kadar da keyfiyetli değil. 6. Yəqin ki səsim eşidilmir. Yəqin ki bu sütlaşdı. Əslində yemişəm amma bir də yeməmiş kimi deyil. Elvina'nın tadım testi. Nasıl geçendir? 10 üzerinden. 8. Daha yaşlarını yemişsendir. Yok. Ama daha yaşları var. Özgür Burnu kimi sayırsan. Yok. Yok. Görüşelim. Hər birini sağlamaq istəyirəm və bu çətin prosesdən keçərək yolun sonuna qədər gəlib qaliblər sırasına daxil ola bilmisinizsə, hər birinizi təbrik edirəm. Ümid edirəm ki, bu əzminiz sonsuza qədər davam edər və həm öz karyeranızda, həm də ki, Div Akademi tarixində dərin bir iz buraxa bilərsiniz. İlk öncə özümü təqdim edeyim. Adım da oradan gördüyünüz kimi Emil Hüseynov. Bakı Mühəndislik Universitetində kompüter elmləri ixtisası üzrə 4-cü kursa təhsil alıram. 2024-cü ildə Div Akademiyada full stack dərslərinə qoşulmuşam və daha sonra World Skills Azərbaycan 2025-in qalibi, eyni zamanda Turkish Skills-in bürünc medal sahibisiyəm və hal-hazırda eyni şirkətində full stack developer kimi fəaliyyət göstərmək istəyirəm. İlk öncə onu qeyd eləmək istəyirəm ki, mən Bakı Mühəndislik Universitetinə daxil olanda, bu hardasa 2022-ci ilə təsadüf eləyir, proqramlaşdırma barədə heç bir anlayışım yox idi. Yəni, bir şirkətdə proqramistin taskı nə olur, ümumiyyətlə bir proqramist nə işi görür, heç bir məlumatım yox idi. Hətta universitetə təzə daxil olanda, universitet müəllimlərindən biri mənə hansı proqramlaşdırma dillərini bilirsən deyə soruşmuşdu. Mən isə cavabında Instagram olaraq cavab vermişdim. Axşamlar sizinlə olacaq koordinatorlarımız var, Aylin və Fatimə. Bildiyi hər şeyi öyrətməyə açıq olan müəllimlərimiz var və bir şeyi 50 dəfə də olsa izah etməyə razı olan mentorlarımız var. Bir dənə kiçik tips verim ki, 51-cidə artıq sizi bloka atırlar. Çalışın ilk 50-də öyrənəsiniz. Bilirəm ki, bir müddət sonra siz Divi artıq ikinci eviniz kimi hiss edəcəksiniz və bəzən işdən gələcəksiniz, bəzən universitetdən gələcəksiniz. Yorğun gəldiyiniz halda sizi bir əziz qarşılayan koordinatorlarınız olacaq, əməkdaşlar olacaq və mən bu onları özüm də yaşamış biri olaraqdan çox sevinirəm ki, siz də o anları yaşayasınız.
Benimki görsənmir. Neyse böyle. Gedək. Dostlar, Park Bulvar'da outlet garaj günleri var. Oha! Açın izine bakın. Park Bulvar'da outlet garaj günleri olduğu için oraya gidirik. Allah, mən sözlə çəkişə bilmirəm. Rezil olduk baba. Ankastırım tuttu. Herkes bana bakıyor. Neyse, oranı çəkərəm sizə. Çok mu qalın giyinmişəm? Çok mu dəxilsiz giyinmişəm?